Təyyarədən endikdən sonra avtobusla hərəkət edirik üzü Mədinəyə tərəf. Həzrət Peyğəmbərimizin mübarək ziyarətinə. Ümrə ziyarəti hər bir müsəlmanın istənilən vaxt və fərdi şəkildə yerinə yetirə biləcəyi bir əməldir. Buna görə də bu əmələ ümrə-i müfrədə deyilir. Mədinə şəhəridir. 6 məsumun məzarı zarafat deyil. Başda ilk məsum Həzrəti Peyğəmbər, xanımlar xanımı, onun qızı Həzrəti Zəhra və 4 məzlum imam. Qəbirləri də hərəm üzünə həsrətdir. Qəbirlərini də həbs ediblər. İmam Həsən əleyhissalam, İmam Səccad əleyhissalam, İmam Muhammed Baqir ağa, İmam Cəfəri Sadiq əleyhissalam ki, 6 məsumu dünən danışdı. Hərəsi haqqında bir neçə kəlmə də istəyərik deyək. Onlardan birincisi məxluqatın əşrəfi, Quran-ı Kərimdə haqqında danışılan, görün necə insan olasan ki, səni Allah Taala adınla Quranda tərif eləyər. Həzrəti Peyğəmbərimiz. Həzrəti Peyğəmbərimiz yeganə insandır ki, müsəlmanların içində heç bir ixtilaf olmadan mütləq şəkildə qəbul olunması vacib bilinir. Bütün əqidələrin fikri tərəfindən, hədisi tərəfindən, həmçinin ayədə bir şey ki, Allah tərif edir. Həzrəti Peyğəmbərimiz yeganə Peyğəmbərdir ki, 124 il içində nə ailəsi üçün, nə tayfə üçün, nə bir şəhər üçün, nə bir rayon üçün gəlmədi. Quran-ı Kərimdə Allah Taala buyurduğu kimi, rəhmətən lil aləmin, aləmlərə rəhmət olaraq göndərildi.